Bu da İlham Əliyevin inkişafı. Utanmadan deputatımız Səyyad Aran deyir ki, siz də oxuyaydınız, ali təhsil alaydınız, əziyyət çəkəydiniz, nə bilim işlədiyiniz idarədə, yerlərdə yaxşı təkliflər irəli sürəydiniz. Siz də 15.000, 17.000 maaş alaydınız. İndi mən Səyyad Aran'a sual verirəm. Bu da sizin verdiyiniz təkliflər, gördüyünüz işlər. Budur, hə? Başınıza dəysin, gözünüzə girsin. Ay yaltaq deputatlar, cavab ver vətəndaşa. Millətə ələ salırlar. Mən səndən yaxşı təklif irəli sürmüşəm İlham Əliyevə. Sizin verdiyiniz təkliflər ancaq xalqı soymaq, talamaq, cərimələri artırmaq, vergiləri artırmaqdır. Mən sən təklif irəli sürmüşəm, bu ikinci dəfədir. Səyyad Aran, təklif irəli sürmüşəm ki, İlham Əliyev, bax belə havadan da biznes qura bilər özünə. Bax, lotka buraxsın, hər məhəlləyə 2 dənə, 3 dənə lotka buraxsın. Pul qazansın da, lotka ilə cəmaət heç olmasa o tərəfə keçə bilsin. Yiyib palamazdan başqa heç nə bilmirsiniz. Yiyib o krislolarda yatırsınız, duranda da, aylanda da verdiyiniz təkliflər ancaq vergiləri qaldırmaq, cərimələri qaldırmaq. Milləti təzə hansı yolla soyasınız, ancaq onlardır. Bax, sizin verdiyiniz təkliflər budur. 5 köpük hansısa idarəyə, işığa, qaza, nə bilim, suya borcun olsun, 50 dəfə gəlib qapı döyərlər. Bələdiyyəyə borcun olsun, 50 dəfə sənə xəbərdarlıq eləyərlər. Yoxdular indi, birini də tapa bilmirsən. Milyardlar ayrılır kanalizasiyaya. Amma yeyiblər hamısını. Bax, bu vətəndaşın dərdi ilə siz maraqlanmalıydınız. 10 minlərlə, bax bu 3 gün içərisində Azərbaycan vətəndaşı bu vəziyyətdən əziyyət çəkir.